Apatit şəhəri. Apatit şəhəri Rusiya Federasiyası Murmansk vilayətində yerləşir. Bura Kola yarımadasında yerləşir və ya rusca desək Kolski polostrov. Bu şəhərdə 1921-ci ildə apatit, fosfort mineralları yatağı tapıldı. Apatit kənd təsərrüfatında, kimyada, metallurgiyada istifadə edilir. 7 iyul 1966-cı ildə apatit şəhər statusu alır. Bura Sovet dövründə sənaye və elm mərkəzi kimi sürətlə böyüyür. Şəhərin adı da məhz apatit minerallarından gəlir. Şəhərin bugünkü əhalisi təxminən 46-47 mindir. Şəhərin ən pik əhali sayı isə 1989-cu ildə olubdur. Burada əhalinin sayı təxminən 88 min idi. Soyuq iqlim və bəzi iqtisadi səbəblərdən əhali buradan miqrasiya eləməyə başlayır son illərdə və əhalinin sayı azalır. Buranın iqtisadiyyatı əsasən təbii sərvətlərdən asılıdır. Bura Arktik dairəyə yaxın olduğu üçün qışlar çox sərt və uzundur. Burada Belaya noçi, bir də Polyarnaya noçi mövcuddur. Yəni bəyaz gecələr və qütb gecələri. Soruşa bilərsiniz ki, bu nədir? Belə olan halda qışda təxminən 6 həftə gün işığı görünmür, yayda isə təxminən 6 həftə qaranlıq düşmür. Burada şimal işıqları, Severnaya Siyanya, Aurora Borealis də tez-tez görüşür. Apatitdə də Rusiyanın bir çox şəhərlərində olduğu kimi yayda belə qar yağa bilir.